Bakıda polisə silahlı müqavimət, atışma oldu, yaralanan var. Bakıda polisə kəsici alətlə müqavimət göstərən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən reporta verilən məlumata görə gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb. Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə polis əməkdaşlarına müqavimət göstərib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Rahib Məmmədov müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabe silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib. Onun üzərindən küllü miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.